Bismillahirrahmanirrahim və salatu və selamu alə Rasulina Muhammed və alə alihi və sahbihi ecma'in. Əmmə bə'd. Əssalamu aleykum və rahmetullahi və barakatuh. Müsəlman kişinin şəxsiyyəti dərslərinə davam edirik. Keçən dəfə giriş verdik. Bugün isə biiznillah ikinci dərsimizə başlayırıq və bu ikinci dərsimizdə müsəlman kişiyə aid olan xüsusiyyətlərin ən başında gələn ən ümdə cəhəti barədə olacaq. O səbəbdən o da hansı xüsusiyyətdir? Heç bir şeyin müsəlmanı, istər kişi olsun, istər qadın, təbii ki, hər kəsə aiddir. Amma biz burada kişilərdən danışırıq. Heç bir şeyin onun dinindən yayındırmamasıdır. Yəni, ən əsas xüsusiyyət budur. İndi bunun nəyə görə ən əsas xüsusiyyət olduğunda Allahın izni ilə dərs əsnasında bunlara toxunacaq Allahın izni ilə. Təbii ki, bizim üçün, keçən dəfə dediyim kimi, mənbə Qurandır və sünnədir. Əsas bizim üçün meyar budur. Ondan sonra sələfin həyatından da bəzi misallar verəcək ki, ümumiyyətlə, tək bu dərsdə deyil, ümumiyyətlə, bu kurs ərzində. Və həmçinin keçən dəfə dedik ki, biz hətta İslamdan öncəki cahiliyyə dövründə belə və bugünkü gündə də cahiliyyə toplumunda belə təriflənən xüsusiyyətlər, İslamda da, daha doğrusu bizim danışacağımız şeylər cahiliyyə toplumunda da təriflənən xüsusiyyətlərdir. Sadəcə olaraq biz İslamiyıq deyə nəzərdən məsələyə yanaşırıq. Çünki İslam ilahi bir mesaj olduğu üçün, ilahi bir vəhy olduğu üçün cahiliyyənin bizi bu gözəl qavramlara gətirib qarışdırdığı batil şeylərdən İslam bunları təmizləyir. Bu qavramları, bu beləlik özəllikləri və bu üstünlükləri təmizləyir. Və bizim üçün ən gözəl nümunə kimdir? Ən gözəl örnək Muhammeddir. Peyğəmbərimiz Muhammeddir sallallahu aleyhi və səlləm. Necə ki, Allah subhanahu wa ta'ala onun haqqında buyurur ki, və innəkə lə'alə xuluqin azim. Həqiqətən sən əzəmətli bir əxlaq üzərəsən, deyir Qələm surəsi 4-cü ayədə və Əhzab surəsi 21-ci ayədə isə Allah subhanahu wa ta'ala deyir ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Yəni sizin üçün Allahın Rasulunda, Allahın elçisində ən gözəl örnək var. O kəslər üçün ki, onlar Allaha ümid bəsləyirlər, qiyamət günü ümid bəsləyirlər və Allaha çox zikr edirlər. Yəni, burada kim ki Allah Rasulü sallallahu aleyhi ve sellem sünnəsinə uyarsa, təbii bir, belə deyək, yəni tam olaraq, yəni belə deyək, nəfsimə xoş gələn qismlərini götürürəm, nəfsimə xoş gəlməyən qismlərini tərk edirəm, bu şəkildə deyil. Allah Rasulü sallallahu aleyhi ve sellem hər bir məsələdə, hər bir işdə özünə nümunə götürən şəxs deməli necə bir şəxsdir? O şəxsdir ki, o Allahın rəhmətinə ümid bəsləyir. Qiyamət günündə aqibətinin gözəl olmasını arzuluyur və Allaha çoxlu zikr edir. Yəni, yalnız bu cür insanlar Allah Rasulü sallallahu aleyhi ve sellem'i özlərinə nümunə götürərlər. Allah subhanahu wa ta'ala bizi onlardan etsin. Allah subhanahu wa ta'ala bizi Allahın rəhmətinə sığınanlardan, əzabından qaçıb rəhmətinə sığınanlardan, qiyamət gününün dəhşətindən qorxanlardan, Rəbbinin qarşısında hesab verməkdən tir-tirəsənlərdən və eyni zamanda Allaha çox zikr edənlərdən etsin və onun və Rasulunun sünnəsinə sıx bağlı olan qullarından etsin. Əmin. Və təkcə Allah Rasulü sallallahu aleyhi ve sellem deyil, eyni zamanda digər peyğəmbərlərin hamısı bizim üçün ən gözəl misallardır, ən gözəl örnəklərdir, ən gözəl nümunələrdir. Necə ki, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə deyir ki, وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ. Peyğəmbər sallallahu aleyhi ve sellemə xitabən Allah subhanahu wa ta'ala buyurur ki, biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri peyğəmbər göndərdik. Əgər bilmirsinizsə zikr əhlindən soruşun deyir. Və burada məsələn deyir ki, وَمَا أَرْسَلْنَا قَبْلَكَ səndən əvvəl biz göndərmədik elə bir kişi ki, o belə olmasın. Yəni, illə ricalən nuhi ileyhim. Elə bir kişi ki, biz ona edirdik, yəni vəhy edirdik. Və burada istifadə olunur nə sözü? Rical sözü. Kimlər nəzərdə tutulur? Peyğəmbərlər təbii ki. Və Allah subhanahu wa ta'ala peyğəmbərləri haqqında danışarkən, Allah subhanahu wa ta'ala rasulları haqqında danışarkən nə deyir? Rasulları və nəbiləri haqqında. وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا. Elə bir kişilər göndərdik ki, və onlara vəhy edirdik. Düzdürmü? Yəni, burada onlara məhz rical sözündən onlara istinad edir. Onlar haqqında danışan ki, rical sözündən istifadə edir Allah subhanahu wa ta'ala. Bu da nə demək? Bu o deməkdir ki, biz kişilər üçün ən gözəl nümunə peyğəmbərlərdir. O zaman biz peyğəmbərlərin həyatında
dərindən incələməli, dərindən öyrənməyə çalışmalı və təfsirlərdən və sair mənbələrdən onların həyatını ciddi şəkildə təhlilini öyrənməliyik. Bu məqsədlə Qissələrin Hissələr adlı bir kanalımız var. Allahın izni ilə ora abunə ola bilərsiniz. Yəni əlimizdən gələni etmişik ki, orada normal bir müsəlmanın, yəni hətta savadsız bir müsəlmanın belə oxuyub faydalana biləcəyi bir kontent olsun. Allahın izni ilə ora müraciət edə bilərsiniz. Və Allah Subhanahu va Taala öz peyğəmbərlərini, öz elçilərini rical adlandırır, kişilər. Demək ki, ən gözəl, ən doğru olan kişilər o kişilər idi. İndi məsələn burada bir audionu saxlayıb hər kəsə təklif edirəm ki, özünə bir sual versin. Desin ki, məsələn, öz fikirlərini məsələn dəftərə qeyd elə, belə bir kağıza qeyd eləsə daha yaxşı olar ki, yadından uçub getməsin. Sənin fikrincə əsl kişi necə olmalıdır? Məsələn, bunun xüsusiyyətlərini alt-alta yaz. Məsələn, 1, cəsur olmalıdır, 2, nə bilim, olmalıdır, güclü olmalıdır, 3, mərhəmətli olmalıdır, 4, şəfqətli olmalıdır, 5, müdrik olmalıdır və s. Yəni, ağıza artıq nə gəlirsə, 5-ni mən sıraladım buradan bədahətən. Siz də bir şeylər düşünün, yəni, baxın, görün, yəni, hansı xüsusiyyətlər olmalıdır onda və onların nə qədəri sizdə və nə dərəcədə sizdə var. İndi isə gəlin, davam edək mövzumuzu. Birinci məsələ, dedik ki, heç bir şey kişini dinindən yayındırmamalıdır. Necə ki, Allah Subhanahu va Taala buyurur ki, Nur surəsi 37-ci ayədə Fi buyutin ədinəllahu ən turfa'a və yuzkara fiha ismuhu yusabbihu lahu fiha bil-gudubi vel-asal ricalun la tulhihim ticaretun və la bey'un an zikrillahi və iqamis salati və ita'i zakati yakhafuna yawman tataqallabu fihi al-qulubu vel-absar. Allah Subhanahu wa Taala buyurur ki, o kəslər ki, nə ticarət, nə də alış-veriş onlara Allahı anmaqdan, Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxarlar. Yəni, bərələ qalacağı, çevriləcəyi bir gündən qorxarlar. Yəni, istirab çəkəcəyi bir gündən qorxarlar. Burada deməli, Allah Subhanahu va Taala kimdən danışır? O kişilərdən danışır ki, onları heç bir şey dinlərindən yayındırmır. Bir də baxaq ayəyə, nə ticarət, nə alış-veriş onları Allah'a anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxarlar. Demək ki, yəni burada yəni ticarət, alış-veriş insanı hansı formada məsələn Allahın zikrindən yayındırar? Ya eyyuhellezine amenu la tulhikum amwalukum ve la auladukum an zikrillah ve men yef'al zalika fe ulaika humul khasirun. Ey iman edənlər, siz nə mallarınız, nə övladlarınız sizi Allahın zikrinə yayındırmasın. Kim belə edərsə, o həqiqətən də itkiyə məruz qalır. O həqiqətən də zay olar, yəni. Allah Subhanahu va Taala buyurur. Yəni, necə məsələn, mal, övladlar, alış-veriş, ticarət necə insanı Allahın zikrindən yayındıra bilər və ya Allahın dinindən yayındıra bilər? Din sadəcə olaraq müəyyən bir rituallar toplusu deyil. Yəni, sən unutmaq lazımdır ki, məsələn, ticarət də edərkən, alış-veriş də edərkən, övladlarınla müamilə edərkən, malınla müamilə edərkən, qazanarkən və ya xərcləyərkən, hər bir şeydə Allahın razılığını axtarmaq lazımdır. Allah Subhanahu va Taala bu neməti necə istifadə etməyimi xoş görər. Hansı formada etsəm, bu Allah Subhanahu va Taala qəzəbləndirməz və əksinə onu razı salar. Hər bir məsələdə bunu nəzərdə tutaraq, əgər həyatı yaşasanız, bu zaten hər bir addımınız ibadətə çevrilmiş olar və siz öz dininizi tərk etməmiş olarsınız. Yəni, əgər ticarət edərkən, alış-veriş edərkən, xüsusən alış-veriş məsələsində, yəni sən alış-veriş edirsən, Allah Subhanahu va Taala sənin bu alış-verişindən razıdırmı? Yəni, israf edirsənmi? Həqiqətən də sənə lazım olanmı şeyləri alırsan? Yoxsa həddini mi aşırsan? Ərköyünlük mü eləyirsən? Bu şeylərin hər bir şey bu məsələdə nəzərə alınmalıdır. Lakin bu o demək deyil ki, məsələn, kişi, belə deyək də, müsəlman kişi heç bir şey onun dinindən yayındıra bilməz. Ona görə də o mələk olmalıdır. Heç vaxt günah işləməməlidir. Heç vaxt, necə deyim, yəni, çaşa bilməz, xəta edə bilməz. Xeyr, belə bir şey deyil. Yəni, biz hər birimiz insanıq və kafirlərə verilmiş, belə deyək ki, nəfs bizə də verilir. Və biz də yolumuzu aza bilirik. Biz də bəzən
kənara addım ata bilirik. Belə hallar olur. Yəni insan qəflətə düşür, bəzən nəfsinə söz keçirə bilmir və s. və ilaxır. Lakin, amma və lakin bizi o fasiqlərdən və kafirlərdən fərqləndirən xüsusiyyət nədir və nə olmalıdır? O da odur ki, biz hər dəfə xəta etdikdə kimə qayıdacağımızı bilirik. Yəni biz tövbə qapısının daim açıq olduğunu və hər dəfə yolumuzu azanda, çaşanda kimə müraciət edəcəyimizi, hara dönəcəyimizi bilirik. Və biz xətaların və günahların üzərində həyat qurmuruq. Bunu biz həyat prinsipinə çevirmirik. Bunu sadəcə olaraq xəta və günah olaraq qəbul edib, dərhal tövbə edərək əsas yolumuza qayıdırıq, sırat-ı müstəqimə qayıdırıq. Lakin çox təəssüflər olsun ki, bugünkü gündə müsəlmanlara baxırsan, insan bir xəta üzərindədir. Nə nəsihət qəbul edir və o xətasını da, o azğınlığını həyat prinsipinə hətta çevirir. Yəni adam onun üzərində həyat qurur və o şəkildə də yaşamağa davam edir. Allah o cür hala düşməkdən qorusun. Və biz dedik ki, yəni biz mələk deyilik. Bizim də nəfsimiz var, şəhvətimiz var və s. və ilaxır. Lakin bu şeylər bizi nə etməlidir? Bu şeylər bizi Allahın dinindən yayındırmamalıdır. Zaten biz bunlarla imtihan olunuruq. Necə ki Allah Subhanahu va Taala Əl-İmran surəsi 14-cü ayədə buyurur ki: "Zuyyina lin-nasi hubbu şehawati mine'n-nisa'i vel-banina vel-qanatir vel-munqantarati minez-zahabi vel-fiddati vel-khayli vel-musawwamati vel-an'ami vel-hars. Zalika meta'ul hayatid-dunya vallahu indehu husnul ma'ab." Allah Subhanahu va Taala bunu bizim haqqımızda deyir. Deyir ki, qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının mənfəətləridir, yəni müvəqqəti mənfəətləridir və ən gözəl dönüş yeri Allahın yanındadır. Yəni bizim qadınlara qarşı meylimiz var, kişilər olaraq. Biz də istəyirik çoxlu uşaqlarımız olsun ki, bu fitrəti müasir dövrdə kişilər unudurlar artıq. Qorxurlar uşaq saxlamaqdan. Qızıl-gümüş yığınları, bizim şeyimiz var, necə deyim, meylimiz var. Yaxşı cins atlara bugünkü gündə isə bu maşınlardır. Maşına bizim şeyimiz, meylimiz var. Mal-qara dediyimiz və əkin sahələri dediyimiz bugünkü biznes ola bilər, nə bilim, hər hansısa bir sənə pul gətirən hansısa bir şey ola bilər, bir iş ola bilər. Bunlara qarşı bizdə meyl var. Bunlara qarşı bunlar bizə gözəl göstərmişdir. Bunlar pis mi şeylərdir? Yəni bunlar şeytani mi şeylərdir? Biz yəni evlənməyəkmi, qadınlardan qaçaqmı, yəni uşaq törətməyəkmi, pul qazanmayaqmı, maşın almayaqmı? Yox, söhbət bundan getmir. Sadəcə olaraq məsələ nədir? Məsələ burasındadır. Bunlar bizə gözəl göstərilir. Bu dünya həyatının gözəllikləri, mənfəətləridir. Bunları əldə etməkdə bir problem də yoxdur. Yəni necə ki Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, yəni bu dünyadan ən gözəl nemət nədir? Yəni geniş ev, salihə zövcə və bir də rahat minik. Bu bir nemətdir təbii olaraq. Və buna sahib olmaq istəmək, bundan istifadə etmək istəmək, bu pis bir şey deyil. Yəni insan qınanılmamalıdır. Bu qınanılmamalıdır buna görə ki, yox sən şeytani bir iş gördün, sən niyə buna meyil salırsan, sən mələk ol. Belə bir şey yoxdur. Sadəcə olaraq hər bir məsələdə Allah Subhanahu va Taala bizdən nə etməyimizi istəyir? Allahın rızası çərçivəsində bunlardan istifadə etməyimizi istəyir. Əgər sən bunları istifadə edərkən həddini aşmırsan, sən qadınlara meylin var amma zina etmirsən, evlənərək belə ki, bu istəyini həyata keçirirsən. Eyni şəkildə yəni o övladların dünyaya gəlir, amma sən bunları sadəcə olaraq necə deyim, yəni zinadan doğulmur bu uşaqlar. Və yaxud da bu uşaqlar doğulanda bunların tərbiyəsi ilə məşğul olursan, bunları öz başına buraxmırsan, Allahın dininə uyğun şəkildə bunları yetişdirirsən, bunlar da böyüyür, ümmətə faydalı fərdlərə çevrilirlər. Yəni ümmətin sayını artırırlar keyfiyyətli bir şəkildə. Eyni şəkildə var, yəni malların var, qızılın var, gümüşün var, işin var, gücün var. Bunların hamısı Allahın xidmətinə təklif edirsənsə və Allahın razı qaldığı bir şəkildə bunlardan istifadə edirsən, bunlar gözəl şeylərdir. Necə ki Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, siz qadınlarınızla yaxınlıq etdikdə bu sizin üçün bir sədəqədir. Və sahabələr təəccüblənirlər ki, necə biz bunu deyir, öz nəfsimiz üçün edirik və bu necə sədəqə ola bilər? O deyir ki, bunu haram yolla etsəydiniz bu günah olmayacaqdınız sizə. Deyir ki, bəli. O zaman siz bunu halal yolla etdiyiniz üçün də sizə savab var. Yəni hər bir şey Allah Subhanahu va Taala'nın sevib razı qaldığı bir şəkildə edilərsə, əgər o sizin üçün bir ibadətə çevrilmiş olar. Hətta siz burada öz nəfs, belə deyək, insanın nəfsinə xoş gəlmiş olsa belə. Yəni sənin nəfsinə xoş gəlir. Amma sən o nəfsinə xoş gələn bir şeyi Allahın rızası çərçivəsində həyata keçirərsənsə, əgər bu deməkdir ki, sənə xoş göstərilən və sənə gözəl göstərilən həmin o dünya neməti səni Allahın dinindən yayındırmadı, çünki sən halal yolu seçdin. Bunu bir ilə doğru şəkildə anlamaq lazımdır. Yəni
bəzi o insanların dediyi kimi bunlar şeytani şeylərdir, bunlardan uzaq durmaq lazımdır, sən mələk olmalısan falan. Bunlar real bir yanaşmalar deyil və insan da heç vaxt dini bu şəkildə anlayarsa və bu şəkildə yaşamağa çalışarsa öz fitrətinin əleyhinə müharibə açmış olar. Və əgər kimsə öz fitrətinin əleyhinə müharibə açarsa, o uduzar o müharibəni. Yəni din ona qalib gələr. Çünki sən dini özün üçün çətinləşdirirsən. Allah Subhanahu va Taala səndən belə bir şey istəmir. və bu bayaqdan bəhs etdiyim məsələlər də ki, əsl kişiyə aid olan xüsusiyyətlərdir. Kişi Allahın halal bir çərçivəsində istifadə edər. Öz nəfsinə xoş gələn şeyləri belə. Və digər bir məsələ, yəni digər bir özəllik, Allahın dinindən yayındırmamaqın başqa bir misalı isə inşallah Buxarıda keçən bir hədis. Ayşə radiyallahu anhənin rəvayət etdiyi bir hədisdir. Deyir ki, "Kana fi mihnati ahlihi fa iza hadaratis salatu qama ila salah." Yəni, o ailəsinin xidmətində idi və namaz vaxtı gələndə deyir, qalxıb namaza gedərdi. Burada ailəsinin xidmətində olanı doğru anlamaq lazımdır. Yəni ailənin xidməti necə ailəsi xidmətində? Yəni başqa bir hədisdə deyir ki, söküyünü tikərdi, ayaqqabısını təmir edərdi. Yəni özünə aid olan işləri yerinə yetirərdi. Burada o belə Avropa anlayışına görə başa düşmək lazım deyil. Yəni evdə qadının işini ortaya 50-50-yə bölürdü, ondan bir yerdə qab yuyurdu, ev yığışdırırdı, yox. Yəni bugünkü gündə müasir ki, belə ənənəvi toplumda ki, bu gün də var, bizim atalarımızdan da bunu görmüşük. Yəni evdə bunlar iş görməzdilər, əlbəttə görərdilər. Nə edərdilər məsələn? Əvvəl qaz yoxdur, məsələn, odun yarardılar. Odun yarmağı heç vaxt qadın işi deyil, bu kişi işidir. Evdə bir şey xarab olar, krant xarab olar, turba deşlər, evi su basar. Bu işlərlə kim məşğul olur? Kişi məşğul olur. Lampiçka yandı, onu kim dəyişir? Məsələn, kişi dəyişir. Evdə məsələn başqa bir işlər olur da, yəni o işlərdə artıq bəllidir ki, bu hansı kişiyə aid olan iş, hansı qadına aid olan işdir. Və burada sən əgər odun yarırsansa, nəyisə evdə təmir edirsənsə, və yaxud da ki, öz cırığı, öz söküyü özün tikirsənsə, və yaxud da ki, ayaqqabı məsələn cırılıb onu təmir edirsənsə əgər, bu elə ailənin xidmətində olmaq deməkdir. Çünki sən bunları öz ailən üçün edirsən. Yəni şərt deyil ki, sən gedib qadın işlərlə məşğul olasan, sən qab yuyasan, ev süpürəsən, nə bilim, şey eləyəsən, başqa qadınlara aid olan işlərlə məşğul olasan, paltar qatlayıb yığasan şeyə, şkafazada. Yəni bu işlərlə məşğul olmağa ehtiyac yoxdur. Bu kişiyə yaraşmayan işlərdir. O qadına aid olan işlərdir. Ailənin xidmətində durmaq sünnə uyğun olan şəkildə edilməsi, bunun ev daxilində, ailə məişət zəminində kişiyə aid olan işlərlə məşğul olmaqdır. Və Allah Rasul sallallahu aleyhi ve sellem başqa bir hədisdə isə belə bir hədis var ki, bunu mütləq hər bir kəs nəzərə almalıdır. Müasir dövrdə problemlərimizdən biridir ki, "İzə xatəbə ileykum mən tarzavna dinəhu və xuliqəhu fəzəvvicuh." Özür istəyirəm. Əgər deyir, sizə deyir, bir təklif, dinindən və əxlaqından razı qaldığınız birisi sizə təklif edərsə, yəni sizə elçi düşərsə, yəni qızınızı ya bacınızı ya kimisə, yəni sizin himayəniz altında olan hər hansı bir əhlinizdən bir qadını və ya qızı evlənmək üçün ona təklif edərsə, o zaman onu evləndirin deyir. Hədis Tirmizdə və İbn Məcidə keçir. Bu da nədir yəni? Bu da hətta evlənərkən və yaxud daha doğrusu qız verərkən və yaxud da qız da alarkən bu qadına da aiddir. Dinindən və əxlaqından razı olduğunuz birinə verin. Başqa bir şey sizin başınızı qatmaz. Əgər sən tutaq ki, dinindən və əxlaqından razı qalmadığın birinə sırf olaraq onun pulu var və yaxud da ki, vəzifəsi var və yaxud da ki, filan kəsin oğludur ki, o da üzr istəyirəm, yəni vəzifədədir və yaxud da ki, imkanlı adamdır filandır və həmən. Yəni dünyəvi şeylər, üstünlüklərə görə əgər qızını kiməsə verərsənsə, amma sırf olaraq dinindən və əxlaqından razı qaldığın birinə verməzsənsə əgər, bu zaman sən nə etmiş olursan? Bu deməkdir ki, sən Allahın dinindən yayındın. Çünki sən Allahın dinində şey olan, dini çərçivəsində olan üstünlükləri deyil də, dünyəvi məsələlərdə olan üstünlükləri əsas götürdün və Allahın dinindən yayındın. Yəni bu təkcə Allahın dinindən yayındırmamaq bu demək deyil ki, bütün gün məsciddə oturursan, ancaq zikir çəkirsən, namaz qılırsan. Xeyr, bu sənin həyatına sirayət etməlidir. Sən öz əlinlə böyütdüyün, bütün zəhmətini çəkdiyin, o sevdiyin, gül kimi bəslədiyin o qızı illərdir. Əlvin içində böyüt, ətindən, öz qanından, öz canından olan birini kasıb olmasına rəğmən, əxlaqı və dini əgər gözəldirsə, ona verə bilmirsənsə əgər ki, yox, qızım gedib orada əziyyət çəkəcək, adam kasıbdır, nə bilim, birdən kifayət qədər ət ala bilməz və s. düşünüb,
Gedib dinindən razı qalmadığını, əxlaqını bəyənmədiyin birisinə verirsən, sırf olaraq o imkanı var. Demək ki, sən nə edirsən? Sən o vəsfi üzərində daşımırsan. Sən Allahın dinindən yayınan birisisən. Çünki dünya sənin qəlbində daha çox özünə yer edib, nəinki Allahın dini və axirət. Bu sadəcə olaraq yəni müəyyən ritualları yerinə yetirmək din deyil sadəcə. Din insanın xarakteridir. Dinindən və əxlaqından razı qaldığın biri də o demək deyil ki, namaz qılandır. Ola bilər ki, biri namaz qılandır. Amma o sənin qızın qədər təqvalıdırmı? Sənin qızından daha mı çox təqvalıdır? Sənin qızından daha çox mu Allahın dinində elmlidir? Sənin qızından daha mı çox əxlaqlıdır? Yəni, layiq olmaq məsələsi də var. Yəni, ola bilər ki, məsələn, sən razı qaldın. Ola bilər da dini var, əxlaqı da var. Biz demirik, dini yoxdur, əxlaqı yoxdur. Amma sən onun din və əxlaq səviyyəsindən kifayət qədər razısanmı? Söhbət bundan gedir. Bəzən, məsələn, baxsın, İncillər deyirlər ki, bəs dindən və əxlaqından razı qaldığın biri və Allah Rasulü demir ki, dindən və əxlaqından razı qaldığın biri sizə elçi gələrsə, ona qızınızı verin. Bəs niyə vermirsiniz? Siz dünya əhlisiniz falan filan deyirlər. Amma düşünmürlər ki, yəni sənin təkcə müsəlman olmağın və namaz qılmağın, Ramazanda da oruç tutmağın o demək deyil ki, mən sənin dinindən və əxlaqından razıyam. Razı olmaq o deməkdir ki, razı olmaq. Yəni qızıma layiq görürəm bunu. Əgər təbii ki, qızı da özü də təqvalıdırsan. Və son olaraq bir hədisi də qeyd edib, Allahın izniyle dərsi onunla bitirək. Abu Hurayra radiyallahu anhdən rəvayət olunan bir hədis var. Hədis Tirmizidə, İbn Məcədə və digər mənbələrdə də keçir. Allah Rasulü Abu Hurayra radiyallahu anh deyir ki, qilə ya Rasulallahi, mən akramun nəsi. Peyğəmbərdən, Allah Rasulundan sallallahu aleyhi ve sellem soruşdular ki, insanların ən hörmətçisi kimdir? Qal, dedi ki, ətqahum, onların ən təqvalı olandır. Allah'tan çox qorxandır. Qalu, dedilər ki, leysə an həzə nəsələk. Biz səndən bu barədə soruşmuruq. Qala, o da dedi ki, fəyusufu nəbiyyullahi ibn nəbiyyillahi ibn xalilillahi. Deyir ki, o zaman bu Yusufdur. Allahın nəbisi, Allahın nəbisinin oğlu, Allahın xəlilinin, Allahın dostunun oğlu. Yəni, kimlərə nəzərə tutur? Yusuf aleyhisselam özü Allahın nəbisidir. Allahın nəbisinin oğludur. Yəni, kimin oğlu? Yaqubun oğludur. Sonra Allahın nəbisinin oğlu. Kimin? İshaqın oğludur. Və İbn Xəlilillahi və Allahın xəlilinin oğludur. İshaq da kimin oğludur? İbrahim aleyhisselamdır. Xəlilullah da İbrahimdir və İbrahimin oğlu Yusuf. Qalu, dedilər ki, sual verənlər dedilər ki, leysə an hədə nəsəluk. Biz səndən bunu soruşmuruq, deyir. Qalə, Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, fə'an mə'adinil arabi təsəluni xiyaruhum fil cahiliyyəti xiyaruhum fil islami izə fəqihu. O zaman deyir, sizin nəzərdə tutduğunuz ərəb tayfalardırmı? Sizlərdən deyir, cahiliyyədə deyir, yaxşı olanlar, əgər doğru fiqh sahibi olarlarsa dində, İslamda da ən xeyirli olanlardır. Subhanallah, bu hədis kifayət qədər üzərində düşünülməyən bir hədisdir. Yəni, elə oxuyuruq, keçirik. Amma çox ciddi bir psixoloji məqamlar var burada. Deyir ki, xiyaruhum fil cahiliyyəti, xiyaruhum fil islami izə fəqihu. Cahiliyyədə sizin xeyirli olanlarınız, İslamda da xeyirlidirlər. Amma sadəcə burada cümlə dayanmır. İzə fəqihu. Dini fiqh etdiklərində. Yəni, bir şərt var orada. Dini fiqh etmək məsələsi var. Təsəvvür edin, məsələn, belə bir şey deyim. Bir insan cahiliyyədə, elə deyək, namərd olub, cahiliyyədə xain olub, cahiliyyədə yalancı olub, cahiliyyədə xaraktersiz bir adam olub, xəsis olub, nə bilim, qorxaq olub və s. Sonra bu bir şəkildə iman edir, İslama gəlir. Sizcə bu İslamda ən xeyirli ola bilərmi? Məncə ola bilməz. Və bu təkcə mənim fikrim deyil. Allah Rasulü sallallahu aleyhi ve sellem bunu deyir. Yəni deyir ki, çünki o cahiliyyədə xeyirli birisi olmuyor. Biz dedik axı ki, biz müsəlman kişinin şəxsiyyətinə aid olan üstünlüklər eyni zamanda cahiliyyədə də üstünlük hesab olunur. Doğrudurmu? Sadəcə İslam bunu filtrasiyadan keçirir və bunu gözəl bir şəkildə, yəni o cahiliyyədən təmizləyərək təqdim edir möminlərə. Amma cahiliyyədə yaxşı olmayan, o yaxşı xüsusiyyətlər ki var, məsələn, mərd olmaq, qoçaq olmaq, nə bilim, xain sədaqətli olmaq, doğru sözlü olmaq, səxavətli olmaq,
Bu xüsusiyyətlər cahiliyyədə də üstünlüklərdir və s. Bunlar cahiliyyədə də üstünlüklərdir. Və bu üstünlükləri olan insan, cahiliyyədə bu üstünlükləri olan insan, necə ki Ömər radiyallahu anh elə idi. Eyni şəkildə Əbu Bakr radiyallahu anh və digər sahabələr. Onlar cahiliyyə vaxtı da xeyirli insanlar oldu. Onlar iman etdikdə də İslamda da ən xeyirli olarlar. İman edəndə İslamda da ən xeyirli olarlar. Lakin bir şərt var. İzə fəqihu. Əgər dini fiqh edərlərsə. Bu nə deməkdir? Məsələn, tutaq ki, mən cahiliyyədə cəsur idim, cahiliyyədə səxavətli idim, cahiliyyədə mərd idim, cahiliyyədə mərhəmətli idim və müsəlman oluram. Amma dini fiqh etmədən müsəlman oluram. Baxmayaraq ki, mənim cahiliyyədə müəyyən xeyli üstünlüklərim var idi. İslam'a gələndən sonra mən dərhal yenə də üstün olmuram. Dini fiqh etməyim lazımdır. Bu da nə deməkdir? Əgər mən İslam'a gələndən sonra cahiliyyədəki üstün xüsusiyyətlərimi İslamın ələyindən, süzgəcindən keçirmədən elə cahiliyyədə olduğu kimi də davam elətdirirəmsə əgər, mən ən xeyirlərdən olmuram. Çünki mən belə deyək, o üstün xüsusiyyətlərimin içərisində cahiliyyəni hələ də daşıyıram. Üstün kimsə o kimsə olur ki, cahiliyyədə xeyirlidir. İslam'a gələndən sonra da cahiliyyədə xeyirli olduğu üçün dərhal xeyirli olmur. İzə fəqihu, fiqhin süzgəcindən keçirir o cahiliyyədəki üstünlüklərini, o üstünlüklərini də təmizləyir ondan sonra. Əgər müsəlman olursa və yaxud müsəlman ondan sonra onları təmizləyirsə, yalnız ondan sonra ən xeyirlisi olur. Bunu çox doğru anlamaq lazımdır. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi, cahiliyyədə zay insan olan, İslam'a gələndən sonra heç vaxt xeyirli olmur. Çünki o cahiliyyədə zay idi. Yəni, yalancı yeni yalancı olaraq qalacaq. Namərdsə yeni namərd olaraq qalacaq və s. Yəni, ona görə məsələn bir insan cahiliyyəsində əgər adam belə deyək, bir kişiliyi olmayıbsa əgər, bir kişi duruşu olmayıbsa, söz verəndə sözün üstündə dursun, namuslu olsun və s. və l. Yəni, bu xüsusiyyətlər əgər olmayıbsa əgər, o İslam'a gələndən sonra zaten onun filtrasiyaya ehtiyacı olan bir tərəfi də yoxdur. Yəni, biri var ki, cahiliyyədə üstünlükləri olub və İslam'a gəlib, o üstünlüklərini İslamın süzgəcindən və filtrindən, ələyindən keçirir, gözəlləşdirir və ən xeyirlərdən olur. Bir də var ki, və yaxud da ki, ən xeyirlərdən ola bilmir. Yəni, dində fəqih olmur. Elə cahiliyyədəki xüsusiyyətləri İslam'a gələndən sonra da özünlə birgə gətirir. O demir, yəni üstünlüklər cahiliyyədəki üstünlüklər formatında qalır. Müsəlmandır, faydalıdır, amma ən xeyirli deyil. Digəri isə, yəni necə ki, cahiliyyət toplumunda fitnəkar idi, yalancı idi, xəsis idi və s. və ilaxır. Eyni şəkildə İslam'a gələndən sonra bu səfər o xüsusiyyətlər üzərində daşıyan bir müsəlman olur. Dolayısıyla fasik, facir bir müsəlman olmuş olur. Amma nəticədə müsəlmandır, yəni təkfir olunmur. Və bu cür qalır. Allah subhanahu wa ta'ala bizi bundan qorusun. Yəni, bir çox hallarda baxırsan ki, həqiqətən də o elədir. Yəni, bir fasik müsəlmanın, fasik, facir, yalancı və s. və ilaxır müsəlmanın İslamdan əvvəlki halına əgər araşdırsanız, görərsiniz ki, öyle İslamdan əvvəl də o cür olub. Allah subhanahu wa ta'ala bizi o hala düşməkdən qorusun. Ona görə baxın, bu məsələ nədir? Məsələn, Allahın dini məsələsi geniş bir məfhumdur. Əgər bir insanı Allahın dinindən yayınırsa və dünya onu Allahın dinindən yayındırırsa, dünyanın qarşısında onun bir duruşu yoxdursa, İslami bir kimliyinlə dünyanın qarşısına çıxa bilmirsə əgər, o insanın başqa xüsusiyyətlərində də bir xeyir yoxdur. Məsələn, biz niyə birinci kişiyə aid olan xüsusiyyətlər arasında ən birinci başqa şeylərdən danışmadıq. Məsələn, demədik ki, güclü olmalıdır, cəsur olmalıdır, qoçaq olmalıdır, əli açıq olmalıdır, səxavətli olmalıdır. Bu xüsusiyyətlər niyə ilk zikr etmədik? Ən birinci dinə olan münasibətindən başladıq. Çünki əgər dünyaya qarşı öz dini ilə duruş gətirə bilməyən birisi, digər xüsusiyyətlər onda olsa belə ki, onda gözəl xüsusiyyətlərdir, bayaq dediyim, onların ona heç bir xeyri olmayacaq, çünki o xüsusiyyətləri yanlış yollarda istifadə edəcək. Yəni, ondan dolayı da ən birinci məsələ dindir. Ona görə bu məsələyə xüsusilə diqqət etmək lazımdır. Xarakteri olmayan birisinin etdiyi ibadətlər də keyfiyyətsiz ibadətlər olar. Çünki Allah subhanahu wa ta'ala buyurur ki, Əl-ləzi xalaqal mevte vel hayate liyebluvakum eyyukum əhsənə amələ. O kəsdir ki, göyləri yaradıb, daha da özür istəyirəm, ölümü və həyatı yaradıb ki, sizlərdən hansının ən gözəl əməl sahibi olacağını görsün. Liyebluvakum eyyukum əhsənə amələ. Sizi imtihan etsin ki, görsün hansınız ən gözəl əməl sahibisiniz.
Demir ki, əktəru əmələ, ən çox əməli olan kimdir? Ən çox kim əməl eləyəcək? Çox yox. Yaxşı əməl eləyəcək. Çünki zay bir insan, xarakteri zay olan bir insan, Allahla münasibəti doğru olmayan bir insan, fasid bir insan, o əgər çoxlu əməl etsə belə ona heç bir faydası olmayacaq. Çünki onun bünövrəsi zaydır. Bünövrəsi keyfiyyətsizdir. Xarakteri, əxlaqı yerində deyil. Amma əgər bir müsəlman əxlaqı yerindədirsə, xarakteri yerindədirsə, o kiçik əməlini belə Allah Subhanahu va Taala onu qat-qat artırar. Ona görə məsələn əcr 10 ilə 700 arasında dəyişir bir hədisə görə. Niyə görə? Çünki 10 ilə 700 arasında görədir. O insanın keyfiyyətindən dolayı o şəkildə dəyişir. Yəni insanın halı, insanın ruh halı, əxlaqı, Allahla olan münasibəti, ümumiyyətlə axirətə və dünyaya olan münasibətini düzgün tarazlaması, düzgün ayarlar üzərində oturtması onun kiçik əməllərini də böyük edir Allahın nəzdində. İnsan da var ki, gecə-gündüz əməl edər, lakin onun əməli ya ona heç bir fayda verməz, ya da çox az fayda gətirir ona. Yəni ona görə ən birinci məsələ və izzətin də qaynağı xarakterdir. İzzətin qaynağı üstünlükdür. Özür istəyirəm, əxlaqdır. Əgər izzətli olmaq istəyirsə, müsəlman əxlaqına bürünəcək, müsəlman xarakterinə bürünəcək. Allah Subhanahu va Taala bizdən necə bir kimlik istəyirsə, o kimliyi özümüzə aşılayıb, bizi o kimlik istiqamətində və özümüzü o kimlik istiqamətində tərbiyə etməliyik ki, Allah Subhanahu va Taala da bizi ucaltsın. Kiçik əməllərimizi də böyütsün və qəlbimizdən vəhn xəstəliyini çıxartsın. Düşmənlərimizə isə bizə qarşı qəlblərinə qorxu salsın. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruka və etûbü ileyk.